Bismillahirrahmanirrahim. Hazreti Peygamber Aleyhisselam buyurur ki: İdə aradallahu bi abdin hayran tahharahu qabla mevtih. Hazret buyurur ki, Allah bir bəndəni sevərsə, Allah bir bəndəyə istəyər ki, bir xeyir nəsib eləsin, ölməmişdən qabaq onu paklayar, ona bir tövbə nəsib eləyər. Məsəl üçün, baxırsan ki, bir insan bir ömür yaşayıbdır və haram işlərlə məşğul olub, harama əl açıb, amma ölənə yaxın görsən qayıdır namaza, tövbəyə. Əgər ölümünü bilsə və o zaman tövbə eləsə, artıq gecdir, artıq onun tövbəsi qəbul olmaz. Yəni insan ölümünü bilmir. Məsəl üçün bir 80 il yaşayıb, 70 il, 60 il yaşayıbdır, elə namaz qılmayıb, oruç tutmayıb, Allahın əmrlərində itaətində olmayıb və haramla da məşğul olub, haram yeyib, haram içibdir. Amma özgənin haqqın yox, özgənin haqqın verməlidir. Amma məsəl üçün özü belə deyil də, haram şeylərdən yeyib istifadə edibdir. Allah onu sevməyi ondan bilinər ki, o tövbə eləsin. Allah onu paklayar və istəyər ki, sevilmiş bəndələrindən olsun. Məsəl üçün, onlardan misal çəkmək olar. Məsəl üçün, bir insan zalimin yanında uzun müddət işləyibdir. Zalıma qulluq eləyibdir. Amma sonradan başa düşübdür ki, haqq yolundan uzaqlaşıb, elə ömür boyu elə zalimin yanında olubdur. Tövbə eləyib Allah yoluna qayda və Allahın dininə, Allahın bəndələrinə xidmət eləsə, Allah onu bütün ömür boyu etdiyi günahların günahı üstündən xətt çəkər. Məsəl üçün, onlardan biri də Hz. Hüseyin Aleyhisselam Kərbalada olanda baxırsan ki, Hürr ibn Riyah bu şəxslərdən biri olub. Yəni, Yezid onun qoşununda xidmət edib, sərkərdə olubdur və Hz. Hüseyin Aleyhisselamı da Kərbalada o saxlayıbdır və bilirsiniz ki, axırda da Hz. Hüseyin Aleyhisselamı oğlu, xidmətçisi özü gəldilər Tasuva axşamı və Hz. Hüseyin Aleyhisselamdan üzrxahlıq elədilər və tövbə elədilər. Və Hz. Hüseyin Aleyhisselam onların üzrxahlığını qəbul etdi və dua elədi ki, Allah sizi bağışlasın və Hz. Hüseyin Aleyhisselamdan da ötəri canlarından keçdilər və şəhid oldular. Yəni bir insan Allahın sevimli bəndəsi olar o zaman ki, ağlı başında tövbə eləyə və Allah yoluna qayıdıb